Salam, necəsiz gözəl xanımlar? Bugün mən sizə uşaqlarınız üçün sup hazırladım. Siz də hazırlayın, kanalımı izləyin, videonu izləyin, necə hazırladığıma baxın. Rəngarəng, ləzzətli və dadlı sup. Soğanı xırda-xırda doğrayıb, yağı da qovururuq. Kökü əlavə etdim. Üzərinə yaşıl, qırmızı biber əlavə etdim. Ətin bulyonuna xırda doğradığım kartofu əlavə edirəm. Yumru düyünü yuyub bulyonun üzərinə əlavə edirəm. Pişirdiyim mərci, qırmızı lobya, qaragöz lobya əlavə edirəm. Üzərinə hazırladığım kök, biber, qırmızı biberi əlavə edirəm. Qarışdırıb vampotda pişiririk. Doğradığım keşnişüyü də əlavə edirəm xörəyə sonda. Xörəyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Siz də hazırlayın. Videonu bəyənib kanalıma abunə olmağı unutmayın.